Türkmenbaşı şəhərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla və daha sonra Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə üç qardaş ölkə arasında siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tərəflər regional nəqliyyat dəhlizlərinin inkişafı, enerji layihələri və humanitar əlaqələrin gücləndirilməsi ilə bağlı mühüm razılıqlar əldə ediblər. Türkmenbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü oldu. Sonra geniş tərkibdə görüş baş tutdu. Görüşdə Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi, qlobal və regional məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü vurğulandı. Xüsusilə BMT Baş Assambleyasında Türkmənistanın daimi neytrallığı adlı qəbul olunan qətnamədə Azərbaycanın həm müəllif kimi çıxış etməsi Türkmənistana olan dəstəyin və dostluğun nümunəsi kimi qiymətləndirildi. Berdiməhəmmədov Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və əldə olunan nəticələr münasibəti ilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Şərq-Qərb marşrutunda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini Ermənistan ərazisindən keçməklə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrimizin nəqliyyat daşımalarını və tranzit potensialını daha da artıracaq və bütün regionun inkişafına öz töhfəsini verəcək. Bugünkü danışıqlarımız münasibətlərimizə təkan verir. Bu görüş çərçivəsində əməkdaşlığın mühüm məsələlərini nəzərdən keçiririk. Münasibətlərimiz əməkdaşlığın yüksək səviyyəsinə çatır. Onların inkişafına böyük stimul verilir. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etmək istəyirəm. Bu kontekstdə Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı məqsədi ilə yeni təşəbbüslər irəli sürəcəyik. Mən əminəm ki, bütün dediyiniz sahələr, energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr, bütün bu istiqamətlər üzrə çox gözəl perspektivlər var. Eyni zamanda nəqliyyat imkanlarına baxdıqda indi yeni potensial var. Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan üzərindən keçir. Əlbəttə ki, bizim bu sahədəki birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bugün Avropanı uzaq şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkələrimizin üzərindən keçir. Daha sonra Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli görüş keçirildi. Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, üç ölkə arasında bir çox sahədə, xüsusilə energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var. Bu sahədə Türkmənistanla olduğu kimi Özbəkistanla da əməkdaşlıq mövcuddur. SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik deyə Prezident İlham Əliyev vurğuladı. Bugün biz xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq üç dost və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açıb. Azərbaycan, Türkmənistan və Özbəkistan şərqlə qərbi, şimalla cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Prezident İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi oldu. Sənədlər arasında üç ölkənin birgə bəyanatı ilə yanaşı nəqliyyat sahəsində əməkdaşlıq və Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhərinin qardaşlaşmasına dair razılıqlar var. Mərasimdən sonra liderlər yüksək səviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış etdilər. Biz qaz sahəsində strateji tərəfdaşlığın dərinləşdirilməsinin mühüm məsələlərini, eləcə də perspektivləri müzakirə etdik və əməkdaşlığı gücləndirməyə hazır olduğumuz barədə razılığa gəldik.
İkitərəfli əməkdaşlığın əsas istiqaməti nəqliyyat sektorudur. Biz Böyük İpək yolunun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəldik. Xüsusən Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdik. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç Füzulidə Türkmenistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq artıq məscidin memarlıq təsviri də hazırdır və yaxın gələcəkdə məscidin təməli də qoyulacaqdır. Qarabağın dirçəldirilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şövkət Miramonoviçin təşəbbüsü ilə Füzulidə dahi Özbək mütəfəkkiri Mirzə Uluğbəyin adını daşıyan 960 şagirdlik orta məktəbin timsalında biz gördük. Bu dostluqdur, bu qardaşlıqdır, bu sözdə yox, əməldə. Bizim üçün ən vacib, ən çətin məsələdə həmişə bizim yanımızda qardaşlarımız olub. Bugün də bu belədir. Danışıqlar zamanı nəqliyyat dəhlizlərinin inkişafı, o cümlədən Türkmənbaşı və Bakı limanlarının imkanlarından səmərəli istifadə, birgə logistika infrastrukturunun formalaşması məsələlərinə xüsusi diqqət yetirdik. Milli nəqliyyat sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi məqsədi ilə regionumuzda fəaliyyətdə olan və perspektivli marşrutların birləşdirilməsi planlarını ətraflı müzakirə etdik. Özbəkistan bu sahədə əlaqələndirilmiş siyasətin həyata keçirilməsinin tərəfdarıdır. Daha sonra Türkmənistan Xalq Məsləhətinin sədri və Azərbaycanla Özbəkistan liderləri Türkmənbaşı şəhərində Axaltəkə atlarına və Milli Qalxınış atlı qrupunun çıxışına baxdılar. Sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmən xalqının adından Prezident İlham Əliyev Taus ləqəbli Axaltəkə atını hədiyyə etdi. Süleyman Həmidov, Sərxan Daşdəmirov, Rüstəm Mikayılzadə, İTV Xəbər, Türkmənbaşı.